Arif müəllim, ən dəhşətli söz hansıdır sizcə? Bax, sizin üçün hansı söz dəhşətlidir? Məsələn, mənim üçün ən ağır söz odur ki, mən öləndə onu geyib yola salmayacağım. O da gəlib məni yola salmaz. Kimsə bu sözü deyir? Mən deyirəm məsələn. Ki, kimsə... Var elə adam? Var, əlbəttə var. Öləndə getməyəcəm. Mən öləndə də evdə tapşırmışam. Gəlməsin. Gəlməsin. Çünki onun nəfsi düzdür. Anladım. Mən düşünürdüm, deyəcəksiniz ki, artıq gecdir kəlməsi ən dəhşətli sözdür. Gec sözü yoxdur. Niyə yoxdur? Bəs bayaqları qeyd elədiniz ki, insana sağlığında qiymət verin. Öləndən sonra qiymət vermək gecdir. O gec deyil. Siz görmürsünüz, mən görmürəm. Mən görmürəm də. Gec daxı, amma bunu sağlığında görüm də mən. Yox, onu məndən sonra saqqalanlar görür, deyir ki, gecdir. Mən aləmimdə o adi vaxtdır. Amma bugün gərək elə bir iş görəsən ki, səndən sonra kimsə ondan istifadə edə bilsin və səni onlar yaşatsın. Məsələn, bizim nə qədər görkəmli adamlarımız var. Vaxt olub heç onları saymayıblar, amma indi sayırlar. Çünki vaxtı indi gəlib çatıb. Ola bilər bir gün məni 10 nəfər bəyənir, 1000 nəfər, 10.000 nəfər bəyənmir. Amma əksinə mənim yollarımı da bağlayırlar. 1000 cür oyun çıxartırlar. Allah sizin yolunuzu açsın. Rəhmət ölənlər var. Arif Ona müəllim, görə mən özümü xoşbəxt sayıram ki, gözəl ailəm var, evladlarım var, bəli, nəvələrim var, dostlarım utanmadan, var. başınız aşağı olmadan dik gəzə bilirsiniz. Bəli, bax, önəmli olan budur həyatda. Xoşbəxtlik budur. Özü də mənə bir dəfə, indi verilişin axırıdır, kiçik bir haşiyə çıxım. Buyurun. Bir günləri mənim bir dostum, uşaqlıq dostum, gördü məni, soruşdu, 90-cı illərdən sonra idi. Dedi, Arif, necə dolanırsan? Dedim, normal. Dedi, necə normalaq? O vaxt biz toya gedirdik, toydan qazanırdıq. Maaşlar o dövrdə çox az idi. Dedim, mən əziyyət çəkmirəm. Dedi, necə çəkmirsən? Sənin zapas, necə deyəl, ehtiyatda pulun var, mal dövlətin var. Dedim, tanıyırsan da məni. Mənim heç nəyim yoxdur. Amma əziyyət çəkmirəm. Çünki o sözü ona demədim ki, mənim gözəl ailəm var. Evə gedirəm, məndən heç nə tələb eləmirlər.